Budur, 2027 Mercedes S-Class bugün rəsmi olaraq təqdim olundu. Dizayndan başlayaq. Dəyişikliklər kəskin deyil, amma məqsədlidir. Ön və arxa faralarda artıq ulduz motivləri var. Son E-Classda gördüyümüz üslub burada da davam edir. Hamının xoşuna gəlməyə bilər, amma açıq danışaq. BMW-nin son çox mübahisə yaradan dizaynları ilə müqayisədə bu daha sakit, daha oturuşmuş və daha zövqlüdür. Ən əsası isə hələ də özünə oxşuyur. Salona keçək. MBUX daha ağıllıdır. Səsli idarə etmə daha təbiidir və sistem zamanla sənə uyğunlaşır. Böyük ekran yerində qalıb, sadəcə indi daha sürətli və daha axıcıdır. Arxa oturacaqda olanlar üçün də əyləncə və bağlantı imkanları artırılıb. Askı sistemi yenilənib. Yolun vəziyyətini qabaqcadan oxuyur, səs izolyasiyası isə biraz da yaxşılaşdırılıb. Hətta xırda, amma çox S-Class detalı var. Qızdırılan təhlükəsizlik kəmərləri. Mühərriklər də yenilənib. Yeni texniki göstəriciləri aşağıda qeyd edirəm. Bütün versiyalar 9 pilləli avtomat, tam ötürücü və arxa təkər dönməsi ilə gəlir. Yekunda isə bir şey aydındır. Bu maşın özünü sübut etməyə çalışmır. Sadəcə səviyyənin nə olduğunu xatırladır. Bəs səncə, qızdırılan kəmərləri nəyə görə qoyublar?